Salam əziz dostlar, canlı yayınımız başlayır. Babab debattasınız, mən Kamran Əsənli və Press Klub. Press Klubda həqiqətlər söylənilir, argumentlər, faktlar söylənilir. Kanalımıza abunə olun, abunəsiz baxmayın, rica edirik sizə. Like işarəsi tıklayın, orada belə bir işarə var. Like işarəsi bir əl hərəkəti ilə bir nəfər 10 nəfəri dəvət edə biləcək bizim proqramımıza və hansı şəhərdən, hansı ölkədən baxırsınızsa mütləq qeyd edin. Bu monitoring tərəfdarlarımızı çox sevindirir, çünki dünyanın bütün ölkələrindən proqramımızı izləyirlər. Bu bizə şərəf gətirir, bir də düşmənləri də əsəbləşdirir. Çünki onlar da istəyirlər ki, bizim az izlənsin. Amma bununla bərabər düşmənlər özləri də izləyirlər. Siz də öz kommentlərinizi yaza bilərsiniz. Təbii ki, bugünkü qonağımızı təqdim edib biz ən maraqlı məqamları müzakirə edəcəyik. Bugünkü qonağımız isə siyasi şərhçi Xaqani bəy Cəfərli. Xaqani bəy, xoş gəlmisiniz. Xoş gördük. Mən də sizlərə, hörmətli izləyiciləri salamlayıram və sizin çağrışa qoşularaq mən də izləyicilərə müraciət edirəm ki, verilişi bəyənsinlər, paylaşsınlar. Haradan izlədiklərini yazsınlar. Eyni zamanda Azərbaycanın bu günləri vahid bayrağı altında olmayan şəhərlərimizin adlarını da qeyd eləməyi unutmasınlar. Dərbənddən Həmədana kimi bütün Azərbaycan şəhərlərini kim hansını istəyir onu qeyd eləsin, amma xahiş edirəm ki, olduğunuz yeri yazmanın yanaşı onun yanında Azərbaycan şəhərlərini də qeyd edin. Məncə də hansı şəhərdən, hansı ölkədən baxsınız, Azərbaycan şəhərlərini biz qeyd eləməkdə davam edəcəyik. Burada Amerikadan başlayaq, çünki məşhur söhbət, skandal, Vitkovun Vityok çıxması, hansı ki bizim onu birinci gündən burada söyləyirdik. Sonra Trump'ın ona yenə də tərəf durması, Amerikada ümumiyyətlə böyük qalmaqal var, Senat, Konqres, hətta respublikaçıların bir neçəsi deyəsən öz mövqelərinə istefa verməyə başlayıblar və Respublika Partiyasının içində böyük bir kriz var. Vitkova Rusiyanın agenti, hətta dövlət satqını belə deyirlər və burada çox qəribə bir məqam var. Mən bunları istəmirəm. Biz bunları çünki danışmışıq proqramlarımızda. İstəyirsiniz siz də fikirlərinizi bildirəsiniz buna. Amma bundan daha maraqlı məqam var. Bu Trump həmişə xoşlayır ki, hər şey gözəl olsun. Sözü danışığında da elədir. Məsələn, Kim Çır-ın gözəl oğlandır, mənim dostumdur. Fantastik, dəhşətli, olduqca uğurlu bir söhbətimiz oldu, amma söhbətin təbii ki, nəticəsi yoxdur. Həmas da onun dostudur, Putin də onun dostudur, Çin Respublikasının dövlət başçısı, Xomneyi də onun dostudur, hamı onun dostudur. Yəni, dostu, hamı da gözəldir, hamı da qəşəngdir və əladır və o gözəl qadınları da xoşlayır. Mən bu xəsiyyətindən deyim sizə ki, əslində razıyam. Trump'ın və bu Ağ Evin sözcüsü var. Caroline. Mən soyadı bilmirəm, Caroline çox gözəl, baxın, bax gözəl qadındır məncə, belə çox cəlb edici, cazibədar bir xanımdır. Bu indi Ağ Evin sözcüsüdür və dünən bütün o Vitkov məsələlərindən sonra soruşurlar ki, Caroline'dan. Yəni bilirsiniz, bəzən qadınlar uşaq kimidirlər. Onlar evin içində nə varsa öz bilməyərəkdən onu gizlətmək istədikləri məqamda evin içində nə var onu açıq deyirlər. Mən çox rast gəlmişəm həyatda belə bir şeyə. Məsələn, qadına tapşırsan ki, məsələn, bu haqda danışma. Elə bir psixoloji məqamda olur ki, o vaxtda danışır, amma ona elə gəlir ki, o vaxtda danışmır. Ona elə gəlir. İndi Caroline-da həmən bir söz dedi. Ona deyirlər ki, yaxşı bu Ukraynaya biz vaxt yardım eləyəcəyik. Çünki bizim özümüzün yardım eləməyimiz lazımdır. Caroline deyir ki, biz yardım eləyirik, indi silah satırıq deyir NATO-ya. Amma biz ömür boyu silah sata bilmərik ki. Yəni bu qadın başa düşmür ki, yəni ömür boyu silah satmaq niyə olmur ki? Əksinə sən ömür boyu silah satsan, daha da varlanarsan, hərbi sənaye, oradakı şirkətlər çox pul qazanar. Çünki içəridə, mətbəxdə görünür o, mənə elə gəlir, görünür o silah satmağını da dayandırmaq istəyirlər. Dayandıra bilərlərmi? İndi Caroline bilmərəkdən bunu açdı qoydu ortalığa və nə baş verir? Dayandıra bilərlərmi ümumiyyətlə o silah satışını? Ukraynaya yardımı tamamilə Amerika kəsə bilərmi? Yox, təkcə xanım Caroline'ın ifadəsi deyil. Ondan əvvəl də Birləşmiş Ştatların digər rəsmiləri də belə fikirlər səsləndiriblər ki, Birləşmiş Ştatlar sonsuza qədər Ukraynaya silah sata bilməz. Bu o qədər absurd ifadədir ki, NATO-ya silah sata bilməz, yəni Ukrayna üçün. Bu Birləşmiş Ştatlarda çox qəribə bir dövlət strukturu vardı. Orada məsəl üçün ordu naziri var. Bu bizdə təxminən necə deyim, ordunun təchizatına baxan bir şəxs kimi bir şeydir. Orada quru qoşunların əsasən təchizatına baxan bir şəxsdir. Quru qoşunların naziri təxminən hesab olunur. Onların təchizatı ilə məşğuldur və o vitse-prezident Vensin yaxın dostudur, onun adamıdır, onun kadrı da gətirib ora.
Yəni onun hərbi ilə zaten heç bir əlaqəsi yoxdur. Yəni general zad deyil də, peşəkar bir general zad deyil. Təsərrüfat işlərinin generalıdır. Var da bizim Yəni o çöldən gətirib, o yəni hərbiçi deyil. Mülki adamdır. Amerikada bir ümumiyyətlə bu hərbi sistemdə Müdafiə Nazirliyinin zaten rəhbərliyində mülki şəxslər olur, amma orduya rəhbərliyi baş qərargah onlar hərbiçilərdir. O quru qoşunlarında da təxminən eynidir. Quru qoşunların rəhbəri bu ordu naziri dedikləri şəxs mülki şəxs olur. Bu əsasən ordunun təminatına, təchizatına baxır, amma ordunun döyüşü artıq orada qərargah həll edir. Bu şəxs də ifadə edib ki, biz sonsuza qədər Ukraynaya silah sata bilmərik. Bunlar çox absurd ifadələrdir. Orada da gülmənə bilən bunlar əslində bir istəyir o hərbi sənaye olsun, istəyir hansı istehsalat sənayesi olsun, nə istehsal eləyirsən elə, hər bir istehsal istəyir ki, sonsuza qədər mal sata bilsin. Daha çox satsın. Mənə görə daha çox sata bilir. Çünki daha çox satdıqca bunun şirkəti böyüyür, bunun müəssisəsi böyüyür. Yəni bunun Amerikanlar üçün iş yerləri açılır, Amerikanların rifahı yüksəlir. Amerika Birləşmiş Ştatlarına pul gəlir, oradan dövlət büdcəsinə vergilər ödənilir, oradan iş yerləri, yəni çox saylı faydası var. Amma bunlar o qədər absurd fikirlər səsləndirirlər ki, artıq bunu hansısa bir məntiqlə izah etmək mümkün deyil. Çünki Trump'ın yürütdüyü siyasət o qədər belə deyək ki, əndravadı bir şeydir ki, bunun adını qoymaq, bunu doğru ifadə eləmək mümkün olmur. Hətta Rubio kimi peşəkar şəxs bilim ki, nə ifadə eləsin. Bu günləri çıxıb deyir, konqresmenlərə, senatorlara deyir ki, bu bizim plan deyil, bunu ruslar verir bizə bu planı. Sonra da dövlət departamenti xüsusi açıqlama ilə çıxış eləyir, dövlət katibini təksib eləyir. Yəni Birləşmiş Ştatlarda belə şey olmuyor ki, dövlət departamenti, dövlət katibi, yəni departamentin başında duran şəxsi təksib eləsin. Yəni o qədər elə bir əcaib bir yerə gətirib çıxarıb ki, o Trump özünün diletantlığı, iş bilməzliyi. Yəni bu bilirsiniz, bunu bir dəfə də demişəm, xatırlarsınızsa. Demokratiyanın da ən zəif yeri budur ki, ondan diletant da istifadə edib hakimiyyətə gələ bilər. Bir populist də istifadə edib hakimiyyətə gələ bilər. Bax, Trump'ın hakimiyyətə gəlməsi də həmin sistemlərdən biridir. Yəni o demokratiyada seçicinin əlahiddə şəxs olmasından istifadə edir. Seçicinin həlledici, hər bir seçicinin səsinin həlledici olduğu bir ölkədə ondan istifadə edir və hakimiyyətə gəlir və sonunda da dünya belə bir rəzilliklə qarşılaşır. Rəzilliyin adı nədir? Rəzilliyin adı odur ki, Birləşmiş Ştatlar dünyanın yeganə hiper gücüdür. Hələ təxminən bir 15 il əvvəl Barack Obama demişdi ki, Rusiya dünya dövləti deyil. Rusiya çox saylı problemləri olan regional dövlətdir. Yəni İranda regional dövlətdir, Türkiyədə regional dövlətdir. Yəni bu kontekstdə qiymətləndirmişdi. Onu öz sıralarına qoymamışdı. Gerçəklik də ondan ibarətdir ki... İndi problemləri daha böyükdür və daha dərindir. Gerçəklik, bəli. Özü problemli başlayır. Bəli, gerçəklik də ondan ibarətdir ki, Rusiya klassik anlamda dünya gücü deyil. Bəli, nüvə gücüdür və enerji gücü idi. Amma bu dünya iqtisadiyyatında böyük payı olan bir dövlət deyil və yaxud da ki, dünyada böyük bir ittifaqın qurucusu olan dövlət deyil. Sovet İttifaqı geniş bir ittifaq qurmuşdu, 15 dövlət. Sovet İttifaqında birləşmişdi. Ondan sonra bir Varşava müqaviləsi təşkilatı var idi. Komiterin var idi, nələr var idi. Kubada belə Çin var idi, Kuba var idi, bir çox sosialist ölkələri var idi, Monqolistan var idi, o var idi, bu var idi və bunlar hamısı faktiki olaraq Sovet İttifaqının peykləri idi. Məsələn, Monqolistan bir neçə dəfə Sovet İttifaqına müraciət edib, Sovet İttifaqının tərkibinə girmək istəyib. Hətta Bolqariyanı da bəli, Bolqaristanda, hətta Bolqaristanın 16-cı respublikada adlandırırlar. Yəni belə şeylər o vaxt Sovet İttifaqı olurdu və bu Sovet İttifaqını güc mərkəzinə çevrilmişdi. İki güc mərkəzindən biri idi Sovet İttifaqı. Amma Rusiya
artıq bu günləri nəinki Sovet İttifaqı qədər, heç onun yarısının yarısı qədər müttəfiqi, tərəfdaşı olmayan bir dövlətdir. Dövlətin gücü təkcə nüvəsi ilə hesab olunmur. Nüvə ilə güc olsa, onda gərək biz Şimali Koreyanı da dünya gücü hesab eləyək. Pakistanı da və yaxud da ki, Hindistanı da dünya gücü hesab eləyək. Halbuki bunlar hamısı regional dövlətlərdir. İndi Şimali Koreyanı demirəm, Şimali Koreya regional dövlət də deyil. Pakistan da, Hindistan da bunlar regional dövlətlərdir. Hələ bunlar dünya gücünə çevrilmir. İndi Hindistan bu prosesdədir və dünya gücünə çevrilməkdədir, amma buna bir zaman lazımdır. Bir 10 il, 15 il Bence bəlkə. o da fantastik. Bəlkə Dünya bir gücünə çevrilməsi Hindistanın. yəni 2050-ci ildə bu ola bilər, 2060-cı illərdə ola bilər. Çünki ora Çindən oradakı axım var. Birləşmiş Ştatların bir çox şirkətləri öz müəssisələrini Çindən Hindistana daşıyır. Bu yaxın illərdə Hindistanın bir dünya gücünə çevirə bilər. Amma bundan heç biri bu əsrdə hipergüc olmayacaq. Məsələn, Hindistanın hədəfi 2100-cü ildə Birləşmiş Ştatlara çatmaqdır. 2100-cü ildə. 2060-cı ildə Sovet yadıma düşdü. bəli. Deyirlər ki, biz 30 ildən sonra 30 ildə Amerika dayanacaq, bu gəlib ona çatacaq. Biz 30 ildə Amerikada gedir. O gedir, sən də gedir. Hara çatırsan? Doğru. Məsəl üçün bir 5 il, 6 il bundan qabaq son illərə kimi də demək olar ki, son bir ilə kimi belə ifadələr var idi ki, hətta bəzən bu günlərdə kimsə deyir ki, yox, Çin Hindistan, Çin Birləşmiş Ştatları ötüb keçəcək. Deyirəm, Çin özü elə bir şey demir, o iddiada deyil. Siz hardan uydurursunuz? Yəni Çin bilir ki, bu əsrin sonuna kimi Birləşmiş Ştatları heç kəs ötüb keçə bilməz. Bunu hamı bilir. Hindistan da bilir, Çin də bilir, hamı bilir. Amma yadınızda Sovet dövründə kitablarda, fikrinizi yadda saxlayın, kitablarda qrafik çəkirdilər belə. Bütün də o neftdən, qazdan, bütün iqtisadiyyatdan çəkildilər və Amerikanı göstərirdilər. Məsələn, o vaxtda 1995-ci ilə qədər göstərirdilər belə. Və İsterinin də bugünkü nailiyyətini göstərir ki, 1995-də çatacağıq ona. Özdə kitabda da onu yazırlar 95-də. Amerika amma 95-də qədər qalmalı idi, necə var, inkişaf eləməməli idi. Bunlar gəlib onu çatmalı idilər. İndi bu həmən şey təkrar olunur. Bəli, təxminən o çox təəssüf ki, Azərbaycanda da, yəni hərdən mən rast gəldim, hətta rəsmi şəxslər də görmüşəm ki, məsəl üçün bir təxminən 1-2 il bundan qabaq bir rəsmi şəxslə bir debatdaydıq. Debatdan əvvəl bir xeyli söhbət elədik. Mənə inandırmağa çalışırdı ki, Çin Birləşmiş Ştatları ötüb keçir. Deyirəm ki, Birləşmiş Ştatları ötüb keçmək mümkün deyil. Çin özü bu iddiada deyil. Bunun perspektivini görmürlər. Hindistan görmür. Hamısı 2100-ə hesablayır ki, 2100-də baxayıq. Ora kimi gedək, görə orada nə olur. Amma məsəl üçün bu günləri ağlı başında olan iqtisadçı götürür, baxır. Görür ki, Birləşmiş Ştatlar artım tempi, illik artımı, un daxilinin artımı Çinlə müqayisədə daha çoxdur. Yəni Çin onunla yaxınlaşmaq üçün 2 dəfə çox. Son 2 ildə Çin əksinə geri gedir. 2 ildə və yaxud da ki, bütövlükdə bunlar təkcə istehsalla deyil də. Əlbəttə, Çin dünyanın böyük fabrikasıdır. İstehsal müəssisəsidir və ona görə də dünya gücləri arasında Çin istehsal gücü olaraq təsnif edilir. Yəni Amerikaya rəqabət göstərən dövlət Çindir. Bugün Çin və Amerika iki qüdrətli dövlət var. Birləşmiş Ştatların təsnifatı belədir. Birləşmiş Ştatlar dünyanın hərbi və texnoloji gücüdür. Amma Çin istehsal gücüdür. Yəni bunu istehsal edir. Bu stolu istehsal edir. Amma Birləşmiş Ştatlar texnologiyanı istehsal edir. Bax, bizim bu verilişin getdiyi platformanı YouTube bəli. Və bu digər Microsoft hamısı da bu. Texnologiya gücü hesab olunur. Məsələn üçün Böyük Britaniya siyasi və maliyyə gücü hesab olunur. Dünyanın maliyyəsi əsasən London bankından asılıdır. Dünyanın maliyyə sisteminin başının üzərində o dayanır. Və yaxud da ki, ən güc məsəl üçün siyasi güc dünyada o hesab olunur. Çünki bax, bu günlər nələr baş verir, çoxunun arxasında məhz odur. İndi dönəmləri bir yerdə də ifadə elədim. Deyirəm ki, Trumpın da hərəkətlərini proqnozlaşdırmaq mümkündür. Putinin də, onun üzərindən Rusiyanın, Birləşmiş Ştatların, dünyanın çox ölkəsini proqnozlaşdırmaq və
gələcək, yaxın gələcəkdə proseslərin hansı istiqamətdə getdiyini müəyyənləşdirmək mümkündür. Amma deyirəm, mən məsəl üçün çox istərdim ki, bir şəxsin bugün nə düşündüyünü, nə fikirləşdiyini biləm, onun beynindən keçənləri bilsəydim, onda təxminən 3 ay, 5 ay, 8 ay sonra nə baş verəcəyini təxmin edə bilərdim. Deyirəm ki, deyirlər o kimdir? Dedim ki, o 1006-nın keçmiş şefi Richard Moore'dur. Mənim qənaətimcə o bizim dövrümüzün, çağdaş dövrümüzün ən iti zəka sahibidir. Məsələn, onun nə düşündüyünü bilsəydim, onda təxmin edə bilərdim ki, 3 ay sonra Rusiyada nə baş verəcək, Rusiya ətrafında nə baş verəcək. Çünki fenomenal bir adamdır. İndi çoxları bilmir, yavaş-yavaş bu arxivlər açılır və yaxud da ki, kimlərsə başlayır danışmağa, biraz özü bir-iki yerdə müəyyən şeylər danışdı və məlum oldu ki, o Əhməd Şaranında mən ilk gündən demişdim də, bunlar hakimiyyətə gətirir. Britaniya bunu hakimiyyətə gətirir. Açıqladılar ki, bunu necə tapıblar, bunu necə öz tərəflərinə çəkiblər, bunu necə Türkiyəyə, başqalarına təqdim ediblər ki, bu yaxşı lider ola bilər. Bunun üstündə işləyib, bunu gətirək hakimiyyətə, rejimi devirək. Buna nə vaxt qərar veriblər? Buna 2015-ci ildə qərar veriblər. 2015-ci il hansı ildir? Rusiya Krımı və Donbası işğal edərək dünya meydan oxudu, Qərbə meydan oxudu, Birləşmiş Ştatlara, Böyük Britaniya meydan oxudu və dedi ki, geri çəkilməlisiniz. Mənim böyük iddialarım var. Faktiki olaraq yeni dünya düzəninin başlandığı andır o. Köhnə dünya düzəni həmin an dağıldı, yeni dünya düzəninə keçid başladı. Baxdılar ki, bunun qarşısını almasalar, bu Sovet İttifaqı kimi yayılmağa çalışacaq. O zamandan məhz 2015-ci ildən bunların bu planları işə düşüb. Bu plan içərisində Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxarılması da var. Yəni Qarabağın azad olması da bu planların bir tərkib hissəsidir. İngilislər gizlətmirlər, deyir biz türkləri təklif elədik ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb çıxaraq Azərbaycan ərazi bütövlüyünü bərpa eləsin. Deyir hətta biz onlara dedik ki, sizin burada mənfəətiniz də var. Deyir onlar dedilər ki, biz mənfəətsizdə qardaşlarımızın torpağının azad olması üçün bu işə razıyıq. Türklər dedilər bunu. Bəli, yəni bu iş belə başlayıb. 2015-ci ildə başlayıb gəlib Rusiyanın Cənubi Qafqazdan vurub çıxarırlar, yaxın şərqdən vurub çıxarırlar. Bu proses belə gedir və əslində fantastik görünürdü o. Biz özümüz inanmırdıq. Açıq danışmaq lazım, heç kim inanmırdı. Amma belə fantastik həll olunması ki, ermənilər evlərinə, hər şeyində belə işçilər çayda masanın üzərində qoyub, bizə alqış deyib, elə millət olaraq sizə təşəkkür edirik, erməni millət deyib durub gedikməkləri. Başa düşürəm, Londonda bəzən planlar yazılır, bəzən arzular səsləndirilir, Türkiyənin də təklif edilir. Amma bu qədər uğurlu aranması və bizim millətimizin də bütün dünyada yenidən qürur qazanması. Çünki biz qürurumuzu da itirmişdik, şərəfimizi itirmişdik də, torbanı itirən, vətənini itirən hər şeyi itirir. Onu taxta başımıza anlamaz. Amma millət olaraq bütün dünyada bizə münasibət necə idi? Yəni də sınmış, əzilmiş və öz milli namusunu itirmiş bir toplum kimi baxırdılar. Biz onu qaytardıq. Demək ki, bunlar həmən bu yüksəlişin planları Britaniyada, Londonda. Qarabağ müharibəsi zamanı 2 dəfə Fransa və Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müharibənin dayandırılması ilə bağlı qətnamə qəbul etdirilməsini çalışdılar. Bu faktdır. Bunu hamı bilir. Və hamı da bilir ki, bunun qarşısını yalnız Britaniya aldı ki, veto qoyayım. Bunu gündəmə gətirməyin, veto qoyayım. Yəni Çinin, Rusiyanın gözünün qabağına veto qoydu və Amerikanın gözünün qabağına. Bu hamıya dedi ki, bunun arkasındakı mənəm. Bu işin arkasındakı güc mənəm. Gidin işinizlə məşğul olun, mən bu işləri görürəm və o sadəcə olaraq bunun necə eləyirlər, mən bunu bilmirəm. Mən də o üçün maraqlıdır. Bu o qədər peşəkarcasına bir iş görülür ki, kiçik bir dəstək, bir neçə nəfər adam böyük bir işlər deyək, böyük bir işlər görür. Yəni orada ordu yoxdur. Mi-6-nın hansısa bir ordusu yoxdur, hətta silahlı dəstəsi yoxdur. Bunlar siyasi kəşfiyyatla məşğul olan, xüsusi xidmət orqanı, yəni necə işləyirlərsə, dövlət sistemi çökür, bir dövlətin sistemi çökür və heç nə edə bilmir. Məsəl üçün, Suriyada Bəşər Əsəd rejiminin devrilmək üçün bir çox qüvvələr hərəkətə keçir, bir çox qüvvələr hərəkətə keçir. İsrail, Türkiyə, filan, beşməkan, hətta Ukraynaya dron operatorları oradadır. Yəni, bunun biri belə deyək ki,
bazıra yığmaq çox çətin bir şeydir. Məncə də. Bu ağıl şey. Ukraynanın o Yaxud da ki, halında, bu dəqiqə orada indi müharibə biz savaş torpaqlarımızı şəhidlərimizin, qazilərimizin həyatı, canı bahasına azad elədik. Amma Cənubi Qafqaza Rusiyanın çıxılmaz vəziyyətə, Rusiyanın müdaxilə etmək vəziyyətindən çəkindirməyə necə gətirdilər? Mən bunu bilmirəm. Amma Xaqan bəy, bir şey deyim sizə. Bu plan sizcə BP Azərbaycan təkcə Bakıya gələndə artıq var idi, yoxsa yol üstü bu belə bunu belə fikirləşirlər və düşünürlər? yox, əlbəttə bunun təməli bu heç şübhəsiz ki 92-ci ildə qoyulub. Mən ona şübhə eləmirəm ki, çünki Böyük Britaniya Azərbaycan neft yataqlarının birləşdirilməsinə başlayandan Cənubi Qafqaz ilə bağlı strategiyası müəyyən edib ki, Cənubi Qafqazda mənim tərəfdaşım Azərbaycandır. Bunu müəyyən ediblər. Sadəcə olaraq Azərbaycanın torpaqlarının işğalda olması və Rusiyanın burada söz sahibi olması və zaman-zaman da Birləşmiş Ştatların və digərlərinin Rusiya ilə belə deyək ki, anlaşması ona gətirib çıxarırdı ki, Böyük Britaniyanın özünün də Avropa İttifaqı ilə siyasətini uyğunlaşdırmaq məcburiyyətində qalması. Bütün bu prosesləri gətirib çıxardı. Axırda Böyük Britaniyanın özündə gördülər ki, bu mümkün deyil. Avropa İttifaqında olub, dünya proseslərinə müdaxilə etmək mümkün deyil. Çünki Avropa İttifaqının vahid siyasəti var. O vahid siyasət çərçivəsində hərəkət etməlidir. Ona görə yəni Böyük Britaniya Rumıniya ilə paritetə gəldisə, deməli o heç nə edə bilməyəcək. Ona görə o ayrı dayanmalı və ayrı tamamilə doğru. Ona görə də mən məsəl üçün Rumıniyanı dedim. Bəli. Hamısını ora qatmaq olar. Yəni Bolqariyanı da ora qatmaq olar, Macarıstanı da ora qatmaq olar. Ona görə də orada Almaniyadan başqa hamını qatmaq olar. Hətta Fransanı da qatmaq olar. Baxmayaraq ki, Fransa nüvə dövlətidir, amma Almaniya başqadır, Fransa başqadır. Nəysə sözüm onda yox. Bax, ondan başlayıb və sonralar da artıq gördülər ki, mümkün deyil də. Əl qoymasalar mümkün deyil. İndi bax, necə bir an içərisində o Rusiya və İran süngüsünün üzərində dayanan Bəşər Əsəd bir gün içərisində yıxıldı. Bunu necə elədilər? Heç kəs bilmir. Məsəl üçün, İran Rusiyanı ittiham edir ki, sən kömək eləmədin. Rusiya İranı ittiham edir ki, sən vaxtında güc göndərmədin. O birisi onu ittiham edir ki, yox, o sistem çökdü, rabitə kəsildi. Bunu necə elədilər, mən bilmirəm. Amma bunu çox asan elədilər. Yəni, belə deyək ki, Rusiya və İranın süngüsünün üzərində dayanmış adam o cürə asanlıqla yıxıla bilməzdi. Bu Əhməd Əşşaran bu günləri Suriyada məscidlərə getməyə, hətta paytaxt Dəməşqdə qorxusuna məscidə gedə bilmir ki, məni vurarlar. Yəni gücü olmayan bir adamdır. Elə böyük silahlı gücü yox, bir şey yox. 3-5 min nəfəri bir adamı var. Ondan Suriyada hakimiyyətə gəlmək mümkün deyil. Suriyada ondan daha böyük gücü olan qüvvələr var. Məhz qüvvələr, qüvvə yox, qüvvələr var. Bəli, bir neçə dənə hərbi güc var ki, silahlı qüvvəsi Əhməd Əşşaranın gücündən çoxdur. Hətta Türkiyənin dəstəklədiyi Suriya bir platforması var idi. Özləri çox mülki platforma idi. Belə ifadə olunurdu ki, bu bir belə deyək ki, silahçı platforma ola bilər, hökumət qura bilərlər. Və onun hakimiyyətə gələcəyi düşünülür. Nəyəcə qəfildən onlar gündəmdən çıxdılar. Heç bu günlər adları da çəkilmir. Halbuki arxasında Türkiyə var idi. Özdə çox içərisində samballı liderlər var idi də, o dövrün Suriyası üçün. Və yaxud da başqa silahlı güclər var idi. Amma bu Əhməd Əşşaranın özünün elə bir gücü yox idi. Amma qəfildən gəldi. Ondan əvvəl Dəməşqə almış adamlar Əhməd Əşşara gələndə çəkildilər, getdilər. Yəni bunlar necə olur? Bu necə düz qoşular? Doğrusu mən orasını bilməm, amma bu çox mükəmməl bir beyin məhsuludur. Təkcə Suriyanın içində orada bir çox belə heyrətamiz məqamlar var. Amerika 10 milyon dollar başına pul qoyduğu insanlar o dəqiqə 10 milyonu da ləğv elədi. Dostlaşdılar. Sonra Ağ Evə gəlir, Meloni ilə münasibətdə Trump ümumiyyətlə deyir ki, o yaxşı oğlandır. Mən sərt kişiləri çox istəyirəm, o sərt kişidir. Yəni, bütün Amerika onu əlçab. Çox qəribədir. Mən sizinlə tamamilə razıyam ki, belə metamorfoza baş verir. İndi məsəl üçün bu Uytkovla bağlı açıqlanan o yayılmaları, daha doğrusu Uytkovun Kiril Dimitriyevin səs danışıqlarının yayılması, Kiril Dimitriyevin Uşakovun danışıqlarının yayılması. Uşakovun səs yazmaları. Biri var ki, təkcə Uytkovla Kiril Dimitriyevin danışıqlarının yayla.
Burada deyərsən ki, Amerikanların əli var, başqasının Bəli. əli var. Bir də var ki, Kremlin iki aparıcı şəxsinin, Rusiya hakimiyyətinin bu günləri iki əsas aparıcı Kim aça şəxsləri. bilər bunu? Bax, bu çox qəribə bir şeydir. Bax, bu Uşakov Putinin beynəlxalq məsələlər üzrə köməkçisidir. Birləşmiş Ştatlarda səfir olub. Çox önəmli adamdır. Hətta bir zamanlar onun Lavrovdan daha perspektivli hesab edirdilər nazir vəzifəsinə. Yəni Putinə çox yaxın bir şəxsdir. Putin ən yaxında olan bir şəxsin telefon danışığının yayılması sıradan olan bir məsələ deyil. Burada bir neçə incə nüans var. Birincisi, bunlar Bloomberg agentliyində yayılıb. Bloomberg agentliyi də Birləşmiş Ştatların ən zəngin şəxslərindən biri olan, New Yorkun keçmiş meri Michael Bloomberg tərəfindən qurulmuş bir agentlikdir. Michael Bloomberg'in özünün sərvəti 48 milyard dollardır. Yəni Trumpdan 10 dəfə varlı adamdır. İndi bunun qurucusu olduğu agentlikdə belə bir səs yazısı yayılır. Bu agentlik sıradan bir mətbuat orqanı deyil və yaxud da sarı mətbuat deyil ki. Yox, Bloomberg çox önəmli. Kim dünyanın iki, məsəl üçün, önəmli agentliyindən biridir. Associated Press'dir, Bloomberg'dir, Reuters'dir. Bunlar dünyanın az saylı mətbuat, xəbər agentlikləridir. İndi Bloomberg'ə bunu kimsə gətirir də deyək. Bloomberg sarı mətbuat zad deyil, bunu dərhal götürək. Yox, təbii. Buna inanmasa, bunun mötəbərliyinə inanmasa, bunu yaya bilməz. Və bunun mötəbərliyinə Bloomberg'ə inandırılmalıdır. Ya gətirən tərəfin özü o qədər mötəbər olur ki, artıq əlavə dəlil, sübut istənilmir və yaxud da ki, oraya müxtəlif dəlillər, sübutlar qoyulur. Məsəl üçün, telefon nömrələri, hansı saatda, neçə dəqiqə, neçə saniyə danışılıb, hansı tezlikdə danışılıb, bunların hamısı və digər texniki göstəricilərdə ortalığa qoyulur. Amma bu axı ancaq Rusiyanın əlində ola bilər. Uşakovun dilləri... Belə bir papka şəklində və yaxud da ki, diskdə, nə desə, tam bir paket halında verilir ki, budur. Bəli. Buna da baxan agentlikdə peşəkarlar buna baxır və dərhal deyirlər ki, fake deyil, bu saxta deyil, bu dəqiq məsələdir, dərhal yaymaq lazımdır. Çünki bu bir tərəfdən Rusiyadır, bir tərəfdən Birləşmiş Ştatlardır. Yəni bunun ikisini də qarşına alıb bunu yaymaq, sabahları saxta yayarsan, verərlər məhkəməyə, o agentlik məhv olar. O agentlik bu günlər dünyanın ən aparıcı agentliyinə təsadüfən çevrilməyib. Yəni orada hər hansısa bir, belə deyək ki, zəif nöqtə olsa, mübahisəli məqam olsa, onu yaymazdılar. Onun səhliyinə tam inanıblar ki, burada saxta bir şey yoxdur. Ondan sonra yayıblar. Birləşmiş Ştatlarda ümumiyyətlə ciddi mətbuat belədir. İstənilən ciddi dünya miqyaslı sensasiya olsun, ona inandırıcı dəlillər olmasa, dünyasında onu yaymazlar. Fotosu, videosu, texniki göstəricilər falan olmasa, dünyasında onu yaymazlar. İndi yayıblar. Və ardından nə baş verir? Bu günləri Michael Bloomberg xüsusi bir yazı ilə çıxış eləyir və Birləşmiş Ştatlar çağırır ki, müharibədə də, sülhdə də Ukraynanın yanında olmaq lazımdır. Bloomberg özü. Bəli, yəni bunlar sıradan olan məsələlər deyil. 48 milyard sərvəti olan, yaşlı bir adam əgər bu günlər o məqaləni yazırsa, deməli, burada nələrsə var. Bu sıradan olan məsələlər deyil, bu bir köşə yazarı deyil, bir şey deyil. Nə var sizcə? Sizin fərziyyəniz mənim üçün maraqlıdır. Nə ola bilər? Çünki açıq danışaq ki, bu informasiyanı birinci mənim düşüncəmə görə şübhələnən şübhəli mənbə Rusiyadır. Çünki Uşakovun, təbii ki, təkcə Uşakovun yox, bu Azərbaycanda da belədir, Macaristanda da belədir, Yaponiyada da belədir. Yəni dövlət xadimlərinin telefonları, demirəm oturub onu dinləyirlər, amma onlar hamısı qeyd alınır. Yəni onlar qeydiyyatdadır və nə danışılırsa ortalıqda. Deməli Rusiya birinci şübhə oradandır ki, onlar aça bilərlər Rusiya. İkinci Amerika, ikinci yerdə hər də Amerikadır. Çünki Amerikada öz məmurlarını dinləyir və Amerika hamını dinləyir ümumiyyətlə. Çünki Amerikanın fəzada hardasa 12 mindən artıq uydusu var, peyki var. Yeri gəlmiş ikinci yerdə həmən o Amerikaya belə rəqabət göstərən Çindir, cəmi 200 peyki var ölkədə. Bunun 12 mindən artıqdır. Onun elə 8 mindən artığı ancaq Elon Musk'ınkidir. Və Elon Musk da indi mən bilirəm ki, Trumpla o qədər də yaxşı münasibətdə deyil. İkinci şübhəli mənbə təbii ki, Elon Musk'dır, yəni Amerikadır.
Üçüncüsü məndə yoxdur, bilmirəm. Siz indi bəlkə də başqa Buna fərqlər. texniki imkanları olan ölkələr var. Məsələn, Mossad bunu eləyə bilər. Bunun texniki imkanları var. Amma Mossad bunun marağındadır Çin mı? kəşfiyyatının imkanları var, texniki imkanları. Amma burada bir dənə şey var da, dövlətlər, tutaq ki, Mossad İsrail dövlətinin strukturudur. Bu İsrail dövlətinin maraqlarına uyğun deyil. Çünki səbəb buna üstü açılanda buna cavab vermək lazımdır. İsrail belə bir problemin, belə bir konfliktin içərisinə girmək istəməz. Çin də belə bir konflikt istəməz. Ümumiyyətlə, məsəl üçün, Rusiya, təbii ki, Rusiyada müəyyən qüvvələr ola bilər, amma bu dərhal açıqlana bilər. Rusiya kəşfiyyatının imkanları var ki, Rusiyadan yayılıbsa bunu üzə çıxarsınlar və Putinin stolun üstünə qoysunlar ki, bunu Rusiyadan filan qrup yayıb. Putin açar mı onu? Məncə Putin onu gizlin saxlayır, əgər belə bir şey olsa. Dərhal həmin qruplar cəzalandırırlar. Amma burada mənim qənaətim ondan ibarətdir ki, bu arda-arda baş verən bir neçə məsələdir. Birincisi, 28 maddədən ibarət bir sülh planının olması haqqında məsələ gündəmə gəlir. Trump Ukraynaya bir ultimatum verir ki, noyabrın 27-sinə kimi, yəni bugün kimi, dünən axırıncı gün idi, imzalamalıdır. Çox hədə-qorxu gəlir. Aləm bir-birinə dəyir. Avropa İttifaqı, bu hamı hərəkətə keçir. O həmən dediyiniz hərbiçini də göndərir ki, və qışqırıqla falan. Bəli, çox ciddi bir proses gedir. Zelenski xalqa müraciət edir ki, biz seçim qarşısındayıq. Bütün aləm dəyib bir-birinə. Mən təbii ki, həmin gündə çox nikbin idim və bilirdim ki, bunun qarşısı alınacaq. Bununla bağlı fikirlərimi də ifadə eləmişəm. Sözüm onda yox. Və onda nə baş verdi? Qəfildən The Guardianlar bir məqalə dərc olundu ki, bu plan rusca yazılıb, sübut elədilər. Rusca yazılıb, sonradan ingiliscəyə tərcümə olunur və Google tərcüməsinə verilir, o tərcümə edib onu. Naşi bir tərcümədir. Mən ona dedim ki, bax, mexanizm işə düşdü. The Guardian İngilis intellektuallarının qəzetidir. Britaniyada intellektualların qəzeti hesab olunur. Ümumiyyətlə, dünyada belə deyək ki, İngilis ağlının qəzeti hesab olunur. Bu, burada dərc olunur və The Guardian'ın əsas müəlliflərindən birinin imzası ilə dərc olunur. Bu artıq, dedim ki, o ifadəmdə belə idi ki, bax, bu atəş açıldı, bu plana qarşı atəş açıldı və bu atəş getdikcə böyüyərək o planı darmadağın edəcək. O plan gerçəkləşə bilməz. Çünki bu plan Böyük Britaniyanın maraqlarına ziddi, İngilis ağlının, İngilis dövlətinin, dövlətçiliyinin 5 dövləti vardı. Bunların maraqlarına ziddi bu plan gerçəkləşə bilməz. Onda Bloomberg həmən məlumatı ilə Böyük Britaniyanın kəşfiyyatı. Bunu kim ötürüb mən bilmirik, amma fərz edirəm. Amma eyni zamanda burada bir dənə şey var. Bunun arxasında durmaq var. Bu günlər məsəl üçün Trump'ın oğlu da, Trump'ın kürəkəni də fikir bildiriblər ki, o qüvvələr ki, müharibənin davam etməsini istəyirlər, onlardır. Yəni, onlar da bilir ki, hardan gəlib, amma heç kəsin cəsarəti çatmır ünvanı göstərmə. Yəni, bu məlumatı o yayan dövlət və yaxud struktur, o struktur olmalıdır ki, heç kəs barmağınla onu göstərə bilməsən ki, sən eləmişsən. Yəni, o qədər güclü və Nəticə nə ola bilər? Bax, Vitkov'u niyə üçün təzədən həmən o, yəni biabır olmuş Rusiyanın agentidir da, bu əməli başı agenti kimi bütün dünyaya tanıdılan bu həmən Vitkov nə üçün təzədən onu Trump göndərir, nəyə nail olacaq onun nəticəsində? Bir də Trump'a qarşı nə ola bilər? Təbii ki, impeachmentdən söhbət getmir, amma nə ilə bitər bilər? Trump'ı başa düşürəm. Trump'ın ətrafındakılar ona deyir ki, geri çəkilsən, bütün administrasiya çökəcək. Əgər bugün Vitkovu asanlarla qurban versən, administrasiya çökəcək. Çünki Vitkov tək deyil. Vitkov üzdə görünəndir. O ordu naziri. Qəribə bir familiyası var. Deriskin nədir? Belə bir familiyası var. Bu Avropa dövlətlərini təhdid edib ki, Rusiyanın
silahlar çoxdur. Bu gündən New York Times-da o yayılıb ki, Avropa dövlətlərini təhdid edib ki, Rusiyanın raketləri çoxdur, Rusiya çoxsaylı raket istehsal eləyir, sizin vəziyyətiniz pis olacaq. Bundan Avropa dövlətlərini təhdid etməyə başlayıb. Bu gün də bu məlumat yayılıb. Artıq bu da udar altına düşüb. Beləliklə getdikcə administrasiya çökür. Əgər bu gün Uytkova asanlarla qurban versə, ardınca o birisi gələcək, ardınca vitse-prezident Vens gəlir, sonra da özü gəlir. Axırda da özü istefa verib getməlidir. Yəni bu artıq görür ki, ya buna qarşı dayanmalıdırlar, bu gələn təzyiqə qarşı dayanmalıdırlar, nəyin bahasına olsun, ya da ki, getdikcə bu təzyiq bunların hamısının bu masadan süpürüb atacaq. Bunun başqa yolu yoxdur. Amma bunun Moskvadan gələn instruktajlar ola bilər ki, geri verməyin. Amma bunların başına bunun gələcəyini də bir neçə ay əvvəl demişdim ki, belə səhv siyasətin sonunda qala bilsin. Çünki 40-cı ildən bəri formalaşmış Avro-Atlantik əməkdaşlıq var. Böyük Britaniya, Birləşmiş Ştatlar xartiyası var və dünya nizamı bunun üzərində qurulub. Bunu dağıtmağı heç kəsə rəva görməzlər. Heç kəs bunu dağıda bilməz. Bunu dağıdan ya başına bir iş gələcək, ya hakimiyyətdən devirəcəklər. Bunu həyata gerçəkləşdirmək mümkün deyil. Çünki 5 dənə böyük İngilis dövlətinin maraqlarını kimsə ayağının altına atıb taftalaya bilməz. Onu hakimiyyətdə qalmaz. Bax, indi nə baş verir? Konqresdən respublikaçılar yanvar ayında səlahiyyətlərini başa çatdıracaqlarını bəyan edir. Yəni, bir il tamam olur yanvar ayında fəaliyyətlərinin bir il tamam olmuş. Onlar, halbuki hamısının bir ildə daha var. Hətta eləsi var ki, 5 ili var. Amma fəaliyyətlərini başa çatdıracağını bəyan edirlər. Bu o deməkdir ki, növbəti aralıq seçkilər, yəni 2026-cı ilin noyabrını gözləmədən respublikaçılar azlığa düşə bilər Senatda. Demokratlar çoxluq təşkil edir. Çoxluq təşkil edən kimi Trumpa impeachment tətbiq eləyirlər. Yəni impeachment-ə gəlib çıxa bilər. Hökmən bu günləri demokratların sırasında böyük bir dava gedir ki, hökmən biz impeachment məsələsini çıxarmalıyıq müzakirəyə. Əleyhdarlar deyir ki, biz respublikaçılar çoxluqdadır, biz bunu keçirə bilməyəcəyik. Amma belə bir şey var, başqa bir şey var. Cəmiyyətdən çox bir böyük baskı gəlir. Impeachment sadə çoxluqla keçirmi? Bəli. Sadə çoxluqla. Bəli, sadə çoxluqla. Orada mütləq çoxluq lazımdır. Mən 3-də 2 bilirdim. Yox, orada sadə səs çoxluqdur. Yəni 51-in 50-yə bilirsiniz ki, hərəsinin 100 nəfərlik senatdır. Vitse-prezidentin də orada iştirak eləmək, sədrlik eləmək hüququ var. O iştirak eləyəndə olur 101 nəfər, 51 nəfər səs verən kimi keçir. Yəni, mənim xatirimdədir ki, Clintona qarşı impeachment 50-dən 50-yə qaldı deyin, qəbul olunmadı. 50-dən 50-yə. Ona görə qəbul olunmadı. Baxmayaq ki, onda respublikaçılar çoxluqdaydı. Bill Clinton da demokrat prezident idi, demokratların təmsilçisi idi. Amma respublikaçılardan 2 nəfər əleyhinə səs vermişdi impeachmentin. Ona görə Bill Clintona impeachment tətbiq etmək mümkün olmadı. Amma respublikaçıların içində Trumpa qarşı indi əməli məncə üsyan var. Etiraz demək olmaz üsyan. İkinci bir tərəfdən də ola bilər ki, yanvarda azlığa düşərlər. Azlığa düşən kimi dərhal olar. Amma impeachment olursa avtomatik yerinə Vance gəlir məncə Trumpın yerinə. Vance ondan geri qalmır. Vitse-prezident, orada belə bir şey var da, onların formulovkadan asılıdır. Prezidentə və vitse-prezidentə birlikdə də tətbiq edə bilirlər. Ayrı-ayrı da tətbiq edə bilirlər. Yəni impeachment ikisinə birdən ola bilər. İkisinə də impeachment tətbiq etmək, yəni senatın əlindədir. Daha doğrusu konqresin əlindədir. Onlar Trumpın mövqeyi indi Amerikada çox zəifdir. Yəni bunun belə deyək ki, 2028-ə gedib çıxacağına mənim artıq belə şübhəm var ki, bu 2028-ə gedib çıxa bilsin. Çünki növbəti bir səhv onu hökmən oradan atacaq. Çünki artıq respublikaçıların da dözüm həddə tükənib. Amma bu skandal mən istəyirəm ki, onu çox pis vəziyyətə salır. Çünki bundan sonra Rusiyanın xeyrinə hər dəfə nəsə, həmişə istəyirdi onu. Nəsə eləmək istəyəndə daha çətin vəziyyətdə olacaq. Məsəl üçün, indi bu saatları konqresdən səslər yüksəlir ki, bütün şeyləri çəkilin, imkan verin, Mark Rubio işləsin.
Marco Rubio da keçmiş senatordur. Orada Tabii diplomat. yeganə belə deyək ki, dövlət ağlı olan yeganə adamdır. Özü də biraz ağlı başında olan adamlardan biridir də. İndi sanki belə bir şey var ki, respublikaçıların Rubionu önə çıxarmaq, onun vasitəsilə hərəkət eləmək, bu Trumpı və Vensi geri çəkilməyə məcbur eləmək ki, cəhənnəmsiz qalın yerinizdə. Amma bu baş verdi, Rubio çıxmışdı qabağa. Rubio Sonra yenə Vitkov yola çıxmışdı, birdən yenə çıxdı ortağa. Rubio gücləndi. Rubionun mövqeyi çox güclüdür. Çünki Rubio yeganə şəxs idi ki, Trumpın administrasiyasında bütün senatorların səsini almışdı. 99 senator onun təsdiqindən lehinə səs vermişdi. Məsəl üçün, indiki müdafiə hərbi naziri, o keçmiş müdafiə naziri, Pentagon şefi 51-50 ilə keçib. O da Vance orada iştirak eləməsə, o nazir ola bilmirdi. Vance 7 səs verdi, 51-in 50-yə. Yəni, vəziyyət elədi. Bu günləri hansı bir nazir kənarlaşsa, Trump onun yerinə heç kəs təyin eləyə bilməyəcək. Çünki onun senatdan keçmə imkanları yoxdur. Daha bundan sonra onun senatdan bir kadr keçirmə imkanları yoxdur. Xaqa bəy, Venezuela da desin yarımçıq qaldı. Yəni bu, bilirsiniz... Orada da desən, o qədər... Əslində, Venezuela məsələsi Birləşmiş Ştatların həyata əhəmiyyətli məsələlərinə daxildir. Sadəcə olaraq qeyri-ciddi bir adamın əlinə düşüb sistem. Bilmir ki, nə eləyər, qışqırır, danışır. Qabaq yaxşı idi. Qabaqçı hökumətində çox yaxşı adamlar var idi. Pompeo falan var. Mike Pompeo var idi. Michael Pence var idi, vitse-prezident. Çox ağıllı, o Reaganistlərdən idi. Yəni o ağlı başında olan adamlardan idi. Ondan sonra Metz, General Metz müdafiə naziri idi. Çox ağlı başında olan Amerikanın hədəfləri nədir, maraqları nədir, çox yaxşı bilən adam idi. Amma indi gətirib belə adamları qoyub ki, onlar heç Amerikanın maraqları nədir, heç öz marağını bilməyən adamlardır. Bu baxımdan gəlib belə bir şeyə çıxıb və sonda bunu Azərbaycana da müəyyən aidiyyəti var. Yəni Birləşmiş Ştatların Azərbaycan müəyyən bir mərhələyə gəlib çıxıb, özü də bizim üçün uğurlu bir mərhələdir. Faktiki olaraq biz yanvar ayına kimi strateji tərəfdaşlığıyla bağlı müqavilələr imzalamalıyıq. Yəni 6 ay müəyyən olunub. Birləşmiş Ştatların Azərbaycan. Sentyabrın 8-də imzalanan sazişlərdə 6 ay müddət müəyyən olunub ki, münasibətləri, strateji tərəfdaşlıq münasibətlərini yüksəltmək üçün belə deyək ki, müqavilələr hazırlansın, görüləsi işlər müəyyən olunsun. Yəni bizim üçün Trumpın zəifləməsi bizim maraqlarımıza ziddir. Çünki bütün bu proseslər axsaya bilər. Amma gözümüzün önündə zəifləyir o. Bəli. Amma bir dənə şey var bizim üçün. Biz onu da bilməliyik ki, biz Trumpla iş görürük. Bu çox gözəl. Faydalı işlər görürük. Bu da çox gözəl. Amma bunun da hər an zəiflədiyini, getdikcə zəiflədiyini və daha da zəiflədəcəyini də nəzərə almalıyıq. Biz yenidən də məsələn, o Britaniya ilə ki, tərəfdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. Məncə, o kursu daha da dərinləşdirmək lazımdır ki, Azərbaycan xalqı indi ona təbii ki, xarici siyasəti müəyyən edənlər daha gözəl bilirlər. Sadəcə olaraq biz fikrimizi ifadə edirik. Bir şey var burada. Bunu üzr istəyirəm, nə üçün ifadə edirəm, Kamran bəy? Çünki Echo Moskva radyosunun keçmiş baş redaktoru Benediktov Ermənistandaydı. Ermənistanda bir neçə müsahibə verdi və onun 3 müsahibəsini izlədim. Deməli, müsahibələrin üçündə də təxminən belə deyək də, eyni mövqeyini ifadə edir ki, mən Putinə çox yaxın adamam, birbaşa ifadə etmir. Amma indi siz medianın sirlərini yaxşı bilən şəxslərdən elə ifadələr işlədir ki, ondan o təəssüratı yaradır ki, mən burada Putini təmsil edirəm. Yəni deyir ki, çox saylı baş redaktorlar var idi. O deməsən olsa hamı bilir ki, o kimi təmsil edirdi onu. Deyir, sonda təkcə məni çağırdı ki, Lyosha bura gəl, səndən bir sözüm var. O birilərini çağırmadı. Yəni məndən bu şeylər. Yəni ki, ən çox mənim fikrimdə belə. Biraz da süzdü, mənə də rümka verdi. Bir vuraq elə sonra sən söhbət edəcəm. Lyosha da var. Yəni belə şeylərin onun mesajını verir ki, mən burada Putin təmsil edirəm və orada verdiyi əsas mesaj nədir? Qarabağ müharibəsi Moskva üçün, Rusiya üçün başa çatmayıb.
hər üç, indi eşitdiyimə görə 5 müsahibəsi var. Mən üçünü izləmişəm. Amma bildim ki, qalanları da təxminən eyni. Putin sözüdür, təbii Putin sözüdür. Orada verdiyi mesaj ermənilərə dönə-dönə deyir ki, müharibə başa çatmayıb. Rusiya üçün də ümumiyyətlə başa çatmayıb. Rusiyanın sadəcə olaraq bu günləri bu regiona yönəltməyə resursu yoxdur. Onu dəfələrlə deyir ki, bütün resurs Ukrayna cəbhəsindədir. Digər yerlərə yönəltmək üçün resursumuz yoxdur. Amma bir il sonra başqa cür olacaq. Bunu da deyir ki, bir il sonra belə də deyir. Amma bir il sonra başqa cür olacaq. Güya ki, bunlar Ukraynada qalib gələcəklər, sonra nəsə olacaq. Bütün bunlar mənim qənaətimcə Azərbaycan dövlətinə, Azərbaycan cəmiyyətinə bu mesajlardan özü üçün dərs çıxartmalıdır. Həqiqətən də sabahları bunun, belə deyək ki, üzünü bizə tərəf çevirməsi, Qafqaza, Cənubi Qafqaza çevirməsi, Cənubi Qafqaza çevirəndə də birinci bizim üstümüzə gələcək. Bunu hər kəs bilməlidir. Çünki Ermənistandan ala biləcəyi bir şey yoxdur. Gürcüstan faktik olaraq çox bərbad bir vəziyyətdədir. Gəlsə burada belə deyək ki, bizim üstümüzə gələcək. Çünki Gürcüstanın üstünə gəlmək bizim üstümüzə gəlməkdir. Mən sizə deyim ki, elə Gürcüstanın özü... Bir dənə şey var da, bilirlər ki, Rusiya da bilir, hamı bilir ki, məsələn, bu Cənubi Qafqazın lider dövləti Azərbaycandır. Azərbaycanla dost olsan, Cənubi Qafqazda güclüsən. Azərbaycanla düşmən olsan, Cənubi Qafqazda sənə demək olar ki, yer yoxdur. Ona görə bunlar Azərbaycanın mövqelərini zəiflətmək üçün hökmən hərəkətə keçəcəklər. Məncə onun önünü almağa, mənə razı olacaqsınız ya yox, önünü almaq üçün buradakı o taxtabaş zümrəsini məhv etməkdir. Çünki Rusiya nə istəyir? Rusiya birbaşa Azərbaycana müdaxilə eləməyə cəsarət çatmaz. Amma Rusiya tarixi ənənəsini davam etdirmək istəyir. O istəyir ki, orada Koçaryanları, obrazlı deyirəm də, Koçaryanları, Sarkisyanları hakimiyyətə gətirsin, sonra onları silahlandırsın, indiki raketləri ilə, indiki dronları ilə filan. Dünən 44 günlük savaşdakı vasitəsindən qabaqdadır da onun bir silah istehsalı. Yəni Erməni-Azərbaycan müharibəsində başlasın və Ermənistana rahat kömək eləsin. Rahat öz ordu, necə ki 41-ci Qarabağ savaşına kömək eləsin və bu əgər onun əlində imkan var və bunu eləyə bilərsə, mən sadəcə fərzləri deyirəm də, eləyə bilərsə, hipotetik şey deyirik, alınarsa, onda nə baş verir? Onda Azərbaycanın içindəki taxtabaşlar o sevinəcəklər. Onlar Ermənistan güclənməsində də sevinəcəklər. Onlar istəyəcəklər ki, Azərbaycan hakimiyyəti zəifləsin və oradan nəsə Ermənistan bir şey qapsın. Gördün, Rusiya və burada əməlli başlı anti-hakimiyyət, anti-Azərbaycan işlərini görsünlər. Görürsünüz, yatmış indi qırmızı bayraqla harasa çıxırlar. Görün, indi o Rusiya və Ermənistan güclənsə bunlar o bayraqlarla hara çıxacaqlar, nə danışacaqlar. Ona görə də indidən sadəcə bizim güc strukturlarımız onları dənləməlidirlər və onları məhv etməlidirlər. Çünki onlar ancaq ən böyük qorxu orada içəridədir. Bizim kənardan heç tamamilə doğru deyirsiniz. Elə bir məsələni deyirsiniz ki, indi bunu eşidirlər, eşitmirlər, özləri bilərlər. Eşidirlərsə, əməl eləyəcəklərsə, yenə özləri bilər. Amma mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti doğrudan da papağının qarşısına qoyub fikirləşməlidir. Çünki bu günləri Azərbaycan cəmiyyətində Ramiz Mehdiyevin qoyduğu sistem hələ də işləyir. Bu günlərdə hələ də Azərbaycanda Azərbaycan Rusiyanın informasiya məkanında qalmaqda davam edir. Bax, Putin nə deyir? Azərbaycan mediası onu tirajlayır. Dünən birini ajım tutub. Deyirəm ki, siz Putinin dediklərini niyə tirajlayırsınız? Putin indiyənə kimi 100 dəfə deyib ki, Ukraynanı gələn ay alacaq, bu yay alacaq, gələn yay alacaq. 4 ildə neçə dənə yay keçib, yaz keçib, payız keçib, niyə almayıb? Niyə Ukrayna məğlub olmayıb? Niyə siz Putinin bu fikirlərini, Rusiyanın fikirlərini, Azərbaycan cəmiyyətindən qorxu aşılayan fikirləri niyə tirajlayıb Azərbaycan cəmiyyətini zəiflədirsiniz? Azərbaycan cəmiyyəti zəifləsə, Azərbaycan dövləti zəifləyəcək. Azərbaycan dövlətinin güclü olmasının əsas şərti Azərbaycan cəmiyyətinin güclü olmasıdır. Bu cəmiyyətin güclü olmasının əsas amillərindən biri də mətbuatın onu doğru yönəltməsidir. Amma çox təəssüf ki, mən sizin bu fikrinizi tamamilə dəstəkləyirəm. Yəni, elə bir vəziyyətdir ki, mənim ürəyim ağrıyır ki, bax bu, sanki, məsəl üçün, prezidentin özünün əleyhinə belə, çox ciddi, məsələn, belə deyək də, birbaşa prezidentin bugün ünvanına deyil. Amma bir neçə aydan sonra prezidentin mövqeyini zəiflədəcək siyasətin
təbliğatını aparırlar, işin təbliğatını aparırlar. Sabahları bizim Rusiya ilə münasibətlərimiz gərginləşəndə, bu günləri Azərbaycan cəmiyyətinin Putinin sözləri ilə yemləyiblər. Putinin sözlərinə inandırıblar. Sabahlar Putin nə deyəcək bir ifadə Azərbaycan cəmiyyətinin ən aşağısı müəyyən bir kəsimin tərəfindən qəbul oluna bilər. Amma sizinlə biz 4 ildən artıqdır ki, burada Rusiyanın bu Ukraynaya qarşı başlatdığı müharibəyə qarşı informasiya müharibəsində iştirak edirik və bunu ifşa eləməyə çalışırıq. Bunu Azərbaycana zərər verməsinin qarşısını almağa çalışırıq. Burada nə sizin təmənnanız var, nə mənim təmənnam var. Yəni bunu dövlət strukturları... Təmənnamız var, millətimizin, dövlətimizin güclü olması təmənnasındayıq. Eləmirik də. Ondan böyük bizim təmənnamız yoxdur ki, bizim təmənnamız ancaq dövlətçiliyimizdir. Biz xalqımıza xidmət edirik. Biz yəni bir kimsə təmənnası qarşısında eləmirik. Bunu dövlət də yaxşı bilir ki, biz kimlənsə bir təmənna qarşısında bunu eləmirik. Hər kəsi çox yaxşı bilirlər. Amma çox təəssüf ki, o zərərli şeyin qarşısını almaq hələ də sanki heç kəs nə iş görmək istəmir. Yəni, bəzilərlə söhbət edirsən, razılaşır, amma addım atmırlar. Heç kəs addım atmaqdır. Dəfələrlə deyirsən ki, qardaşım, Azərbaycanın, Rusiyanın informasiya məkanından çıxarmaq lazımdır. Bəli, bir zamanlar var idi ki, bizim mütəxəssislər yox idi, ingilis dilini bilənlərimiz, ondan sonra dünya çıxışımız. Yəni, informasiya dövrüdür. Çox sayılı da, çox yaxşıdır gəncliyimiz var. İngilis dilini, alman dilini, ispan dilini, dünya dillərini bilməyən Azərbaycanda yəqin ki, mütəxəssis yoxdur. O qədər hər dilini bilən mütəxəssisimiz var. İngilis dilinə demək olar ki, bu cəmiyyətdə bu saatları xeyli bir gənc təbəqəyə yetişib. Gərək hökmən informasiyanı Rus mediasından alıb tərcümə edib ötürəsiz bu Azərbaycana. Belə şey olmaz axı. Bunu Amerika mətbuatından, Britaniya mətbuatından, Avropa mətbuatından götürün, onları yayın. Gelin baxın Azərbaycan informasiya agentliklərinin yaydıqlarına, televiziyada gedən xəbərləri götürün, monitorinq eləyin, qəzetlərdə, saytlarda gedən. Görürsünüz ki, 80%, düz 80% Rusiya informasiya agentliklərinin yaydığı tərcümə eləyirlər. Hətta rus dilli variantında, hətta tərcümə eləmədən götürüb qoyurlar ingilis. Nəticə bir şey olmaz axı. Bəli, siz tövsiyə verirsiniz indi həmən o mətbu orqanlarına. Mən sizə mətbu orqanların içini açacağım. Çünki mən onun için deyəm də. Siz kənardan sadəcə görürsünüz və heyrətə gəlirsiniz, deyirsiniz ki, bunlar nə üçün bunu eləsinlər? Mən sizə onu deyim. Məsələn, bu Ramiz Mehdidən əvvəl başqası vardı, birini həbs elədilər. Adnan idi desən adı. Onun bilirsə əlaqələri çıxdı, yəni televiziyalarla filanla, nə bilim, ulduzlarla belə əlaqələr, yəni pul verib onları maliyyələşdirirdi. Bu indi mən indi demirəm hamı ora bağlıdır, amma nə içində olduğumu deyim sizə. Həmən o orqan var, bu günlərin Putin dediyin tərcümə eləyib ora verir, sonra şey eləyir də. O Azərbaycanda türk dövlətləri və Turan ideologiyasına belə əsaslanan siyasət yeridməmişdən əvvəl də orada işləyib, düzdür. Və o Putin tərəfindədir. O Turan sözünə nifrət eləyir. Orada işləyənlər var ha. Adlarını çəkmirəm o televiziya kanalları. Mən onları əla tanıyıram da. Yaxşı tanıyıram. Bu vəziyyət dəyişildi. Dünən başqa əmr gəlirdi. Dünən gələn əmr vardı onun üçün. O əmrə ehtiyacı yox idi. O bilirdi nə etmək lazımdır. O bütün gün Rusiyanı təbliğ edirdi orada və Ruspərəstin Rusiya imperiyasının orada bir mikrobu diyor. Bu vəziyyət dəyişildi. Oradan başqa bir instruktaj gəlir. O instruktaj verənlərin içində də bəlkə döndü təzədən Putinizasiya əmələ gəldilər var orada. Yəni nə burada, bax bu qərar verənlərin içində Turançılar çoxluq təşkillənmirlər. Yəni ki, belə açığı. Burada heç ümumiyyətlə yoxdular. Və təbii ki, iş yarımçıq gedir. Bəli. Buradan gələn instruktaj ki, bu gündən Türk dövlətlərindən, Azərbaycan, Böyük Britaniya, Azərbaycanın sülh müqaviləsi falan, bunlar hamısı gəlir, belə indi də yön budur. Bu özü axı mikrobdur özü. Ona görə o gələn həmən informasiyanı məcburən özünə xas olduğu şərtdə verir. Bu yandan da böyürdən o Putin adlı tərcümə edib qoşur ki, ikisini də güya verirəm də belə. Oradakı da o bəlkə gəldi, Putinizasiya döndü var. O da ona elə sözsüz, səmirsiz ona əməlli başı iç bu gündədir. Tamamilə doğru deyirsin. Mən dediyim bütün mənzərə budur. Tamamilə doğrudur. Bu 2-ci Qarabağ müharibəsi Azərbaycanın yeni bir mərhələyə keçirdi. Müstəqilliyin əldə olunduğu gündən 2-ci Qarabağ müharibəsinin sonuncu gününə kimi, yəni 10 noyabra kimi olan müddət birdir. 10 noyabrdan sonra müddət yeni bir Azərbaycandır.
bu müharibə Azərbaycanı formatlayaraq yeni bir mərhələyə keçirdi. Bu, Azərbaycanın xarici və daxili siyasətinin hökmən dəyişməsini tələb edir. Bu dəyişiklik. İndi bu yaxınlarda bir media strukturundan müraciət eləmişlər ki, bəs prezident bu xarici siyasətin yeni strategiyası. Deyirəm ki, çox doğrudur. Amma bu daxildə də lazımdır. Daxildə Azərbaycan hakimiyyətinin, dövlətinin daxili siyasət də dəyişməlidir. Yeni Azərbaycan daxili siyasəti çox bərbaddır. Belə bir şey olmaz. Bax, bircə elementini danışdıq. Bircə elementini danışdıq ki, Azərbaycan bu gün Rusiyanın informasiya məkanında qalmaqda davam edir. Bu nə vaxta kimi olacaq? O vaxta qədər ki, o adam var ha, o informasiya verəcəksin. O oradan çıxmayacaq və ora doğru milli düşüncəli bir insan gəlməyəcək orada. Onu başqa lazım. Başqa sahələr. Kadr решает все. Bunlar hamısı yenilənməlidir. Azərbaycan yeni dövrün tələblərinə uyğun davranmalıdır. Biz bu proseslər bizi yeni bir mərhələyə keçirib. Artıq Azərbaycan belə deyək ki, regional dövlətlərin siyasətində adı çəkilir. Regionda gedən siyasətin müəyyən olmasında rolu olan dövlətlərin sırasında çəkilir. Tutaq ki, məsəl üçün Qazaxıstan Azərbaycanın böyük bir ümidinə baxır, İsrail Azərbaycanın böyük bir ümidinə baxır ki, bu regionda hansı böyük bir proseslər Azərbaycan önündə getməlidir. Hamısı Azərbaycanın bu Mərkəzi Asiya dövlətlərinin birliyinə üzv olması, bu hamısı o 2-ci Qarabağ müharibəsinin bizi keçirdiyi mərhələnin şərtləridir. Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş, Böyük Britaniya ilə strateji. Bunlar hamısı, amma bu daxildə də olmalıdır. Yəni bu daxildə ola bilməz ki, belə deyək də, bu dövlət iki ayağın üzərində durur. Bunun daxili siyasətidir, xarici. Bunun xarici siyasəti düzə olsun, inkişaf eləsin, daxili siyasəti belə deyək ki, axsasın. Belə şey ola bilməz. Bu dövlət axsaya yeriyə bilməz. Axsaya yeriyən insana bənzəyir o zaman dövlət. Baxırsan ki, bütün günü Rusiyanın təbliğatı gedir, Putinin təbliğatı gedir. Cəmiyyətə qorxu aşılayırlar ki, sanki, deyirəm ki, bu Rusiya ölüb. Bax, bunun kim istəyir gəlsin, bax, burada danışaq. Bunu bir neçə dəfə demişəm, bəzən biri deyir, bəziləri deyir ki, bu ifadəni işlətmədə. Amma məcburam yenə də işlədirəm. Deyirəm ki, Həzrəti İsa zurh elib gəlsə, Rusiyanı xilas eləmək mümkün deyil. Təbii. Sadəcə olaraq bunun o dağılmasının ömrü uzana bilər. Məsəl üçün, Trump müəyyən şeylər eləməklə bunun ömrünü uzadır. Sanksiyaları sərtləşdirsə, mən əminəm ki, gələn bu vaxt, yəqin ki, Dərbənd Azərbaycan sərtlər çərçivəsində olar. Yəni buna mən gələn... Təbii, Trump, bəli, o Putin komand Vitkovlar orada olmasa, vəziyyət çox tez dəyişir. Bəli, yəni bu bir çox şeylərdən asılıdır da, amma nəticə olaraq hökmən dağılacaq. Məsəl üçün, indi adını unutmuşam, mən məşhur bir alim var, onun məşhur bir kitabı var, Sovet İttifaqı 1984-cü ildə kimi qalacaqmı? İndi bu 91-ci ildə dağıldı Sovet İttifaqı. Bu səhv eləmədi 84 yazmanı. Sadəcə olaraq neftin qiymətinin bahalaşması Sovet İttifaqının ömrünü bir qədər uzatdı. Neftin qiyməti aşağı enən kimi Sovet İttifaqı dağıldı. Deyəm ki, indi neftin qiyməti enməkdir. Bəli. Yəni indi məsəl üçün mən vaxt ona görə demirəm ki, Almakar da bunu deyib ki, 84-cü ildə dağıldı. Yəni mən o cürə demək istəmirəm ki, 2026-cı ilin noyabrında Rusiya dağılacaq. Mən bunu demək istəmirəm. Çünki bu bir neçə əsas məsələlərdən asılıdır. Neftin qiymətidir, bunun dünya bazarına neft çıxarmasının nə qədər çıxarmasından asılıdır. Əgər bunun dünya bazarına neft çıxarmasının qarşısını alsan, bir il yaşamayacaq. Bax, bu günləri, noyabr ayının 27-sində, bu gündən Trump onun dünya bazarlarına neft çıxarmasının qarşısını alsın, gələn bu vaxtdan kimi Rusiyadan əsər əlamət qala bilməz. Onu ayaqda saxlayan neftdir. Neft gəlirlərdir. Sovet İttifaqının necə ki, ömrünün neft gəlirləri uzatdı, bunu var. Amma Sovet İttifaqını xilas eləyə bilmədiyinə kimi Rusiyanı da xilas eləyə bilməyəcək. Hökmən dağılacaq və hökmən də Dərbənd Azərbaycanın tərkibinə qayıdacaq.
Tabii tabii. O, əlbəttə düşmür. Bizim şəhərdir, öz vətəninə qovuşacaq. Burada təşəkkür edirəm vaxtlar gəldiyinizə görə. Burada bilirsiniz, qəribə bir məqam var. Siz indi bax düşünən və intellektual insan kimi, tarixi bilgisi olan insan kimi danışırsınız. Biz Sovet dönəmində də o dedi ki, Sovet dağılacaq. Taxtabaşın mövqeyi nədir? Nə oldu? 4 ildir elə deyirsiniz. Hava dağılacaq. Dağılandan sonra deyəcək, qoymadınız. Bir bomba yaxşı ölkə idi Sovet hökuməti. Onu da dağıtdınız. Çünki biz dağıtmışıq. Biz onlara sadəcə demək istəyirik ki, vəziyyət belədir. Bura dağılır. Biz gələ özümüzü qoruyaq. Biz o axırda deyəcək ki, yaxı onda dağılacağı bizdən özümüzdən danışır. Deyirəm elə özümüzdən danışırıq da. Deyirəm ki, biz gələ özü deyir, yox bizdən danışırıq. Məsələn dünənlərin bir proqram vardı. Dünənlərin mən streamdə də öz stream proqramımda həmən o qırmızı bayrağı qaldıran alçaqları göstərdim və yəni ki, Sovet bayrağı daha doğrusu qaldıran alçaqları göstərdim. Həbs olunması barəsində danışdım. Ondan sonra da televiziyalarımızın halı barəsində, çünki o həmən o bayraqların sevgisini yaşayanlar televiziyada çoxdur və dedi ki, bax indi fikir verin. Verilişi 40 dəqiqəsidir. Mən Azərbaycanda baş verən həmən o alçaqlıqdan və üstəlik televiziyamızın da məkanlarında baş verən alçaqlıqdan, rəzillikdən danışır və 100% Taxtabaş indi yazacaq. Özümüzdən danışaq. Bütün 40 dəqiqəni mən özümüzdən danışacağam. Çünki o baş donma, mankurtlaşma, heç mankurtlaşma da deyirəm, mən bunları gözü ilə görən deyirəm. Çünki mankurt amneziyadadır, bilmir nə baş verildiğini. Ona nə əmr edir ona. Bunlar bilirlər 20 yanvarda var, Xocalıda var. Bilirlər ki, Rusiya Berez bizi məhv eləmək istəyir. Bilirlər ki, Koçaryanı hakimiyyətə gətirmək istəyir filan. Və biz Rusiyanın əleyhinə və dağılmasını ona görə bunları çatdırmaq istəyirik ki, bu əgər Ukraynada qalib gəlsə, gəlib Koçaryanla bizlə üzbəüz vuruşacaqlar. O hər şeyi görür, amma görərək də yenə Rusiyanın tərəfində danışır deyənə. Və biz ona sadəcə Taxtabaş deyirik. Xaqan bəy, bir neçə kəlməniz varsa istəyirsiniz. Tamamilə doğrudur və onu demək istəyirəm ki, bizim insanlar bəzən o deyilləri özümüzdən danışır, özümüzdən danışır. Hər kəs bilməlidir ki, özünün, övladının, nəvəsinin düşünən hər kəs bilməlidir ki, Azərbaycan bu coğrafiyadan çıxıb, yeni siyasi coğrafiyaya keçməyənə kimi, yəni Böyük Britaniyanın, Birləşmiş Ştatların, Avropanın, Yaponiyanın, Singapurun, Cənubi Koreyanın, Türkiyənin, İsrailin yer aldığı mədəni dövlətlər sırasına keçməyənə kimi Rusiyanın məkanında qaldığı gün heç birimizin normal həyatı olmayacaq. Bu nə hakimiyyətdən asılı deyil, nə hər şey. Bu Rusiyadan gələn şey, Rusiyada necə ki insanlar yaşaya bilmir. Bax, Rusiyada hər il neft, qaz, daş kömürün satışından təkcə 3 şeyin satışından Rusiya 500-550 milyard pul daxil olur. Amma Dağıstanın 85% elektrik sistemindən köhnəlib, yəni tamamilə çöküb. Bütövlükdə Rusiya üzrə 70%-dən yuxarı elektrik sistemi çöküb. Çünki o boyda pul daxil olmasına baxmayaraq hər il 500 milyard təkcə neft, qaz, daş kömürün satış. Təxminən Putinin hakimiyyət illərində belə deyək ki, bir bütövlükdə 15 milyarda, 15 trilyona yaxın, 15 trilyona hətta 20 trilyona yaxın. Təkcə neft, daş kömür, qazın satışından pul daxil olur. Hələ burada Rusiya çatmadığı bir şey yoxdur. Ağacdan tutmuş qızıla kimi. Təbii ki, almazdan tutmuş urana qədər hər şey. O qədər sərvətin qabağında Rusiyada normal bir elektrik şəbəkə sistemi yoxdur. Bu nədir? Bu sistemin bərbadlığıdır. Bu coğrafiyadakı, bu Özbəkistanda da belədir, Azərbaycanda da, Gürcüstanda da, Qazaxıstanda da. Sovet sistemində. Siz bunu gedib Almaniyada görə bilməlisiniz. Siz gedib bunu Singapurda görə bilməlisiniz. Belə səhiyyə sistemini nə Singapurda, nə Almaniyada görə bilməlisiniz. Ona görə mən deyirəm ki, Soveti keçməyim mən. Bizim özümüzün, övladlarımızın taleyi dəyişməsi üçün bu ölkənin taleyi dəyişməlidir. Bu ölkənin taleyi dəyişməsi üçün də Rusiya məğlub olmalıdır və ona görə biz Rusiyadan danışırıq və son olaraq hər birinizi salamlayıram. Buradan Dərbənddən Həmədan kimi böyük Azərbaycana salam olsun. Təşəkkür edirik Xəqani bəy. Baxın əziz dostlar, biz dəfələrlə deyirik, amma biz deməklə deyirik, tarix belədir. Böyük savaşlar ya yeni millətlər doğur, ya da millətləri məhv eləyir. Məsələn, baxın, bizim millətin doğulmasının səbəbi Dandanakan savaşıdır. Belə bir savaş var tarixdə, Dandanakan savaşı. Bu dədə-babalarımız yəni öz yurtları ilə, mən indi bunu gerçək savaşlardan danışıram. Bilirəm, indi o hansısa Taxtabaş tarixçilər var da, tarixdən danışanlar var, gəlib çıxırlar, mən Mannaya, Midiya falan çıxırlar. O bilmədiyimiz savaşlardır və iki Aksarla, Astiaqla, Deyokla da, İşğuzlarla falan da heç. Mən sadəcə bizim babalarımızdan danışıram. Yəni Baharlılardan, Afşarlılardan, yəni Oğuzlardan danışıram. Dandanakan savaşında
Biz qalib gəlmişik, biz məkan axtarırdıq, vətən axtarışındaydıq. Qalib gəlmişik. Baxın, Dandanakan savaşı, yəni 1031-dən başlayır da belə bunlar 11-ci əsrdə. O savaşdan sonra Qəznəvilər dövləti, dünyanın ən böyük dövlətindən biri məhv oldu. Yoxdur. Məğlub oldular. Biz qalib gəldik deyənə dünya meydanına çıxdıq və Səlcuqlar imperiyasını yaratdıq. İkinci savaş, bizim tariximizdə önəmli savaş, Malazgirt savaşıdır. 1071-ci il, Alparslan. Və bu savaşda biz dünyaya qüdrətli və güclü millət olduğumuzu, etnos, irq olduğumuzu söylədik, qalib gəldik. Roma imperiyası məhv oldu. Məhv oradan başlandı 1071-ci ildə. Cürbəcür belə millət doğan və millətləri məhv eləyən savaşlar var. Və yaxud da bilməm, Qavqamela savaşı qədimdə, Makedoniyalı İskəndərlə Daran arası. Bu savaşlar indi 44 günlük savaşda yeni millət doğur. Yeni. Yəni həmən o savaşın zəfərdən sonra burada yeni qürurlu, düşüncəli, gələcəyə qüdrətlə getməyə çalışan, qəhrəman, igidləri, qəhrəmanları və vətən uğrunda şəhidləri olan, qaziləri olan bir millət doğur. Və bu millət əgər yenidən doğulursa və yenidən qüdrət əldə edirsə, təbii ki, tam və bütöv Azərbaycan qurulmalıdır və qurulacaq da. Qurulacaq, mütləq qurulacaq. Zəfərlər yeni böyük dövlətlər, yeni böyük millətlər yaradır. Və bu yeni millətin yaranması münasibəti ilə də biz salam deyəcəyik. Hara? Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Xoya, Zəncana, Urmiyəyə və Dərbəndə. Təşəkkürlər. Tanrı sizi qorusun.